2 gün bundan əvvəl 20 yanvar faciəsi ilə bağlı məlumat xarakterli bir video paylaşmışdım və ehtiyatla qeyd eləmişdim ki, bəlkə də çoxlarımızın bilmədiyi gizli qalan faktlar var bu faciə ilə bağlı, üzərindən 36 il keçməsinə baxmayaraq. Amma sonradan bu qənaətə gəldim ki, sən demə nə qədər haqlıymışam. Çünki bu elə məhz o videonun altından gələn rəylər və mənim mesaj qutuma gələn mesajlardan belə bəlli oldu. 90-cı ildə bu faciənin canlı şahidi olan soydaşlarımız xatırlayar. Bakı yanır, Bakının dadına yetişin, Bakının harayına çatın deyə dünya aləmə fəryad eləyən, dünyanın diqqətini həmin o gün Azərbaycana yönətməyə çalışan qəhrəman 7 kapitan da daxil olmaqla 47 gəmiçidən gedirdi, dənizçidən. Və onlar, yəni o videoda qeyd elədiyim kimi, qorxmadan, heç bir şeydən, sürgün olunmaqdan, həbs olunmaqdan, öldürülməkdən qorxmadan, dirənərək gəmilərlə qarşısını kəsmişdi Sovet ordusunun və onlar eşitmişdilər ki, həmin o qətliamda həlak olan insanları, öldürülən insanları yığıb dənizə atacaqlar. Və bununla da o faciəni örtbasdır eləyəcəklər və faciə davam eləyirdi. Bəlkə də onlar həmin 21 günü onlar bunu eləməsəydilər, bəlkə də o qətliam yəni davam eləyəcəkdi. Və onlar bu elədikləri hərəkətə görə öz istəklərinə çatdılar. Qətliam bitdi, amma bundan sonra onlar sürgün olundu və gələn mesajların bir qismi bundan ibarətdir ki, Səkinə xanım, siz bu paylaşımı eləmisiniz, amma tam eləməmisiniz. Onların sonraki taleyi, aqibətləri barədə məlumat verin. Nə oldu, necə oldular, sağdılarmı, yaşayırlarmı və s. Həmin bu qəhrəmanlarımız, adları dillərə dastan olmağa layiq qəhrəmanlarımız sürgündən 40 gün sonra azad olunurlar. Məhz Azərbaycanlı iş adamı tərəfindən Rusiyada xilas olunurlar. Və digər bir mesajlar, çox sayda, yüzlərlə, minlərlə mesaj alıram ki, irad olaraq, niyə bunun təbliğatı televiziyada aparılmır? Niyə biz ancaq hoppanıb düşənlərə baxırıq televiziyada? Niyə telekanallarımız ancaq aktyorları, aktrisaları, əyləncə verilişlərini yayımlayırlar? Niyə bu haqda məlumat verməyiblər? Biz yalnız 20 yanvar deyəndə İlham və Fərizədən başqa heç bir şey xatırlamırıq. Hardasa haqlısınız, hardasa deyəndə ümumiyyətlə çox haqlısınız. Tamaşaçı olaraq, auditoriya olaraq çox haqlısınız. Mən də sizin o qeyd elədiyiniz telekanallara baxmıram. Bir jurnalist olaraq, televiziya işçisi olaraq utanacaq qədər baxmıram. Amma bu demək deyil ki, bunların təbliğatı aparılmır. Bizim 2 telekanalımız var, hansı ki sırf bu işlərlə məşğuldur. Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya. Məhz elə bu qeyd elədiyim məsələ ilə bağlı 20 yanvar günü İctimai Televiziyada 20 yanvarda Doğulanlar filmi nümayiş olunub və bu haqda da orada geniş məlumat var. Amma bir məsələ var, əziz tamaşaçılar. Belə səviyyə baxımından öz formatı olan telekanallar bütün dünya ölkələrində var. Yəni əyləncə departamentləri var, xəbərlər departamenti var, politologiya sahəsi var. Yəni bu demək deyil ki, televiziyada yalnız bir şey təbliğ olunmalıdır. Hər kəsin özünün auditoriyası var. O televiziyalarında reytinqi var öz auditoriyasına görə. Siz o televiziyalarda olan, dəvət olunan qonaqları belə səviyyəli, adını çəkdiyim 2 televiziyada görə bilməyəcəksiniz. Çünki onların ayrı formatı var, ayrı səviyyəsi var. Yəni onlara da baxılır, baxmaq istəyən oralara da baxır, həmin telekanalların daimi tamaşaçısı olur. Məsələn, mənim valideynlərim bütün günü onlara baxırlar. Çünki orada sözün həqiqi mənasında bir ailəvi oturub utanılmayacaq dərəcədə baxımlı bir televiziyadır yəni. Və qaldı digər bir məsələ, sosial şəbəkədə gedən təbliğat. Məsələn, mənim, indi onsuz da heç kəs televiziyaya baxıb oradan xəbər almır. Radioda sürücülər qulaq asırlar və ən çox da sosial şəbəkələrdən biz məlumat alırıq. Və mən bugün 100 minlik bir səhifəyə maliyəm və danışdığım bütün mövzular Azərbaycan segmentində kütləyə çatır və diqqəti cəlb eləyə bilirəm. Və ona görə də bu məqsədlə mənim qayəm, mənim məramım, məqsədim, aldığım nəfəs belə Azərbaycandır. Mən Azərbaycandan, yəni Azərbaycanı, vətəni sevdiyim qədər heç bir şey mənim üçün önəmli deyil. Və bu qazandığım auditoriyada məhz sizsiz, xalqsız. Və məqsədim də bu məsələni ictimailəşdirmək və geniş auditoriya kütləsinə yaymaqdır.
Amma bu məsələni təşəkkür edirəm Aysel Əlizadə xanıma. Belə bu adda bir xanım var. Mən onu şəxsi tanımıram, amma bu xanım bununla bağlı paylaşım eləyib və bu məlumatı 36 il sonra yaymağa başlayıb. Və təbii ki, televiziyada izləyə bilməyənlər sosial şəbəkədə qarşısına çıxıb görə bilir. Və mənim də təsadüfən qarşıma çıxdı. Mən də istədim ki, mənim auditoriyamda olan vətənsevər insanların hamısına bu çatsın. Və çox üzücü bir məqam var, əziz dostlar, əziz tamaşaçılar. Bugün çıxıb küçəyə, ictimaiyyət arasına sual versən ki, 20 yanvar şəhidlərindən kimi tanıyırsan? Hamısı gözünü döyərək sənə baxacaq. İnanın mənə, bu faciəvi bir şeydir, amma həqiqətən də gerçəkdir, həqiqətdir. İlham və Fərizədən başqa heç kəsi tanımırlar. Mən bir eksperiment olaraq tələbələrdən soruşdum ki, 20 yanvar faciəsində şəhid olanların adını çəkin mənə. Çox yox, bir ikisinin. Onlar da 2 nəfərin adını çəkdi. İlham və Fərizə. Halbuki onların belə necə vəfat etdikləri haqqında ümumiyyətlə məlumatları yox idi. Onlar elə zənn edirlər ki, Fərizə də məsələ o qətl olunanlar arasında olub. Amma halbuki İlham vətənə qurban gedib, Fərizə də özünü həm vətənə, həm də İlhama fəda edib canını. Fərizə bir Azərbaycan qadının obrazıdır. Ərinə sadiq, vəfalı, xanım xatun bir Azərbaycan qadınının simvoludur. Onun təbliğatı heç də pis şey deyil. Düzdür, özünə qəsd eləməyi biz yaxşı bir şey kimi təbliğ edə bilmərik. Bu bir səhv hərəkətdir. Amma Fərizənin sevgisi müqəddəsdir. Müqayisə olunmazdı, müzakirə olunmazdı. Fərizə özü ilə bərabər bətnində bir körpəni də apardı. O qədər həyat yoldaşına bağlı, o qədər həyat yoldaşına canını fəda eləyəcək qədər vəfalı bir qadın obrazıdır. Milli Azərbaycan qadının obrazıdır. Düzdür, Azərbaycanın digər qadınları var. Həyat yoldaşı vəfat etdikdən sonra fədakarcasına evlatlarını saxlayan və sonra evlənən qadınlar var. Həyat yoldaşları rəhmətə gedəndən sonra. Bunda da bir pis şey yoxdur. El adəti ilə, namusla, qeyrətlə ailələrini qururlar və bir kişi oğlu, kişi çıxır qarşılarına, evlənir, onların uşaqlarına da atalıq eləyir, özlərinə də ərlik eləyir, həyat yoldaşlıq, böyüklük eləyir. Allah hamısını xoşbəxt eləsin, canlarını da sağ eləsin. Amma yəni Fərizə müzakirə olunmazdı. Fərizə bir üst leveldir deyək ki. Onun müzakirəsi, müqayisəsi yoxdur. Və bunun təbliğatının yəni heç bir lazım deyil müqayisə etmək ki, ancaq onun təbliğatı aparılır, başqa şəhidlərin təbliğatı getmir. Və şəhidləri tanımağa qalanda, şəhidlər xiyabanına gedərkən məsələ sadəcə əlində qərənfil gedib o qəbrin üstünə qoymaq deyil. Başını qaldırıb o qəbri oxumaqdır, adını oxumaqdır, yadında saxlamaqdır, dərk eləməkdir. Nəyinsə xatirinə getmək deyil ora. Video çəkim, paylaşım. Çəkdiyim videoda hansı şəhidin adının oxunmasıdır. Məsələn, mən Göyçaylıyam və mənim rayonumdan 2 şəhid var. Məsələn, mənim beynimə qazılıb Mehman Muradov. Mehman şəhid olub. Göyçaylı şəhid, 20 yanvar şəhidi. Ayrıca dəfn olunublar o 2 şəhid. Mehman Muradov. Ancaq yəni bu uşaqlıqdan mənim beynimə qazınan addır. Mehman gedib 20 yanvarda şəhid olub, Göyçaylı 2 şəhiddən biri. Uşaq 5 yaşımdan bu mənə təbliğ olunur. Və bununla bağlı sosial şəbəkələrdə yetəri qədər video çarxlar var, məlumat xarakterli videolar var. Bizim politoloqlar danışır, hadisə şahidləri danışır və bununla belə hansısa şəhidin adını əzbər bilməmək, ümumiyyətlə tanımamaq həqiqətən də çox faciəvi, əsl faciə budur. Tamaşaçıya heç kəs nəyisə zorla sıraya bilməz, təbliğatını apara bilməz. Sizin özünüzün maraq dairəniz var, tamaşaçı olaraq. Məsələn, mən Azərbaycan segmentində bəzi videoların, bəzi tiktokerlərin kütləvi şəkildə qarşıma çıxmaması üçün TikToka pul ödəyirəm, ödəniş eləyirəm hər ay. Azərbaycan segmentində olan o səviyyəsiz, canlı açıb, bütün gün qabağında oturub pul dilənənlər, özünü reklam eləyənlər, lazımsız videolar çəkənlər mənim qarşıma çıxmasın. Mən sizə bəzilərinizə bugün sual verəndə ki, İlham və Fərizədən başqa hansısa
şəhidi tanıyırsınız, tanımayacaqsınız normal halda. Amma mən sizə sual versəm, o Almaniyada yaşayan qız var. Almanla evlənib, 3-4 dənə uşağı var. Axşam nə yeyir, günorta nə yeyir, əri ona nə hədiyyə aldı, Azərbaycana nə vaxt gəldi, harda neynədi, əri Azərbaycanca hansı sözləri bilir və s. Siz onun hamısını əzbər deyəcəksiniz. Hansı TikTokerin adını soruşsam, şəklini göstərsəm, Azərbaycan gəncliyi bugün onu tanıyacaq. Amma faciə odur ki, Azərbaycan gəncliyi 20 yanvar şəhidini tanımır. Çox dəhşət bir şeydir. Niyə? Çünki maraq dairəsi odur. Mən heç kəsi təhqir eləmirəm. Yəni mənim qarşıma çıxanda qeyd elədiyim kimi mən ödəniş eləyirəm. Not interest deyilən bir şey var. Maraqlı deyil. Keçirsiniz, ötürürsünüz və gəlmir qarşınıza. Siz nəyi özünüzə uyğun bilirsinizsə, o gələcək sizə. Uyğun bilmədiyiniz şey gəlməyəcək və bu algoritmdir. Gəncliyini bugün qınaya bilmərəm ki, sən niyə 20 yanvar şəhidinin adını bilmirsən, sən niyə bu haqda bilmirsən, yəni ki, bizim 7 dənə qəhrəman kapitanımız olub, sən bunun adını bilmirsən, amma sən hansısa TikTokerin adını bilirsən. Çünki 20 min adam o canlılarda oturur, nəyə baxır, səviyyəsiz, çox vulqarlı buradan oturub, ağəz, yəni bilirsiniz necə qarşımıza çıxarırlar onu bizimki, baxın, bu məsələlərlə bağlı, baxın, Azərbaycan gəncliyi buna baxır. Mən Bakıda yaşayarkən bir tərəfi dağılıb, bir tərəfi əsl Bakılının evində qalmışam və mən heç vaxt belə vulqarlı danışıq eşitməmişəm. Çox səviyyəli olurlar Bakılılar, dağlılar. Heç birindən belə vulqarlı, şit sözlər, söyüşlər, belə şit ləhcənin ağını çıxardan, çox iyrənc şəkildə, iyrənc formada bir şey görməmişəm. O dağlıların, Bakılıların evində olmuşam, evində qalmışam uzun illər və mən onlardan belə hərəkətlər görməmişəm. Bu cür tiktokerlər, bu cür fenomen özün hesab edən influencerlər və blogerlər və s. hamısı üz qaralarıdır. Hamısı hər bölgənin üz qaralarıdır. Cıdsı səsləri ilə danışırlar, hansı ki, heç elə bölgələrdə o cıdsı səsi ilə danışan adamlar yoxdur ümumiyyətlə. Yıxırlar ki, mən hansı bölgədən, kətdənəm və orada biz belə danışmışıq, qətiyyən. İndi bu məsələyə bunun aidiyyatı yoxdur. Məsələ odur ki, siz 20 min adam o səviyyəsiz adamların canlısına girib, oturub saatlarla mənasız bir şeyə baxırsınızsa, sizin maraq dairəniz budursa, bu kütləvi informasiya vasitələrinin günahı. Yəni bu bizim günahımız deyil. Biz sizi zorla məcbur bir kütləvi informasiya vasitəsi əməkdaşı olaraq mən sizi heç vaxt məcbur eləyə bilmərəm ki, siz ona baxmayın. Bax, mən paylaşmışam, gəlin bizim bu kapitanlar, 7 dənə kapitanın adını çəkmişəm orada. Onları tanıyın, onlar haqqında maraqlanın. Çünki o sizə maraqlı gəlməyəcək. Amma halbuki biz əslində onlara borçluyuq bugün həyatdayıqsa. Onlar bizim ilk azadlıq carçılarımız olub. Onlar bizim ilk göyərçin deyirlər də, yəni ilk azadlığın simvolları olub. Yenə qeyd edirəm, bəlkə də biz həyatda olmazdıq, onlar olmasaydı. Amma sizin maraqda, mən heç kəsi təhqir eləmək istəmirəm, heç bir tiktokeri. Sadəcə mən dərk edirəm insan olaraq ki, bu adama saatlarca oturub baxmaq mənə nə qatacaq, mənə nə verəcək? Heç bir şey. Yəni o qız, o xaricdən gəlib, o belə oturub, ləhcə ilə danışıb, mən Bakılıyam, ağəz, mən Bakılıyam. Mən Bakılının, dağlının evində qalmışam. Mən o tip danışıq görməmişəm. Yəni, o mənə nə qatacaq, nə verəcək? Ondan mən nə götürəcəm? Özünüzə ona baxanda, ay gənclər, ay qızlar, oğlanlar, həmcinslərim, qarşı cinsin nümayəndələri, onlara baxarkən özünüzə sual verin. Bu adamdan mənim görüb götürəcəyim nə olacaq? Nə qatacaq bu adam mənə? Hə?